Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 9 mart 2026 tarixində 11-ci siniflər üçün keçirilmiş imtahanda düşən riyaziyyat suallarının izahını paylaşacağam. 61-ci sualda ifadəsinin qiymətini hesablayın deyir. Deməli, sürət A kvadrat B kvadratı müxtəsər vurma düsturuna əsasən 828 çıx 72, 828 üstəgəl 72 şəklində yazsaq, məxrəc isə 378 olsa, sürəti hesablayıram. 828-dən 72 çıxanda 6, 5, 756 vurulsun. 828-in üstünə 72 gəlirik 10. Bir yadda 9, 10, 900. Bölünsün 378. Burada 378-dən 756-nı 378-i ixtisar edirəm. 1 burada, 2 burada qalır və 2-ni 900-ə vuranda 1800 olur. Doğru cavab C variantı. Növbəti 62-ci sualda ayın ədədi silsiləsində silsilə fərqini bizdən soruşur. Deməli, burada A28-i veribdir, 28 olduğunu və A13-ün 58 olduğunu veribdir. A28-in əvəzinə A13 plus 15D yazsaq, bu zaman qiymətləri yerinə qoysaq, 28 bərabərdir 58 plus 15D. Burada 58-dən 28 çıxırıq, qalır mənfi 30 bərabərdir 15D-yə. D də bərabərdir mənfi 30 15-ə bölürəm, mənfi 2 edir. Doğru cavab B variantı. Növbəti sual 63-də. Bu ifadəsini hasil şəklində göstərin deyir. Bu kosinus alfa plus kosinus beta ifadəsidir. Kosinus alfa plus kosinus betanı 2 kosinus 2 kosinus alfa plus beta böl 2 vurulsun. Kosinus alfa çıx beta böl 2 şəklində yazırıq. Burada indi bizdə alfanın yerində 38, betanın yerində də 18 dayanıb. Elə ki, burada 38, burada da 18 dayanıb. Bu zaman yazırıq ki, deməli 2 kosinus alfanın yerinə 38 plus 18 böl 2 vurulsun. Kosinus 38 çıx 18 böl 2 şəklində yazırıq. O da bərabərdir 2 kosinus 38-in üstünə 18 gələndə 56, 56-nı 2-yə böləndə 28 vurulsun. Kosinus 38-dən 18 çıxanda 20, 2-yə bölürük 10. Deməli, cavabımız 2 kosinus 28, kosinus 10 olacaq. Doğru cavab D variantı. Sonra baxaq növbəti 64-də. ABC üçbucağında MN AC-yə paraleldir. AC 20-dir. AC 20-dir. BN 8-dir və NC 17-dir. MN-i bizdən soruşur. Burada təbii ki, deməli, paralellik şərti varsa, deməli, buradakı, bax, bu MBN üçbucağı ilə bizim böyük ABC üçbucağımız oxşar olur. Nəyə görə? Çünki bu bucaq bu bucaqla eyni olur, bu bucaq da bu bucaqla eyni olur, paralel olduğuna görə. Və bu zaman iki oxşar üçbucaqda nisbətləri yazırıq. Yəni BN-in BC-yə nisbəti bərabərdir MN-in AC-yə nisbətinə. Yazırıq BN 8-dir, BC 17 plus 8-dir. Yəni BC bütövdür da, bura bütövdür. 17 plus 8-dir. MN-i axtarırıq. AC-də 20-dir. Hesablasaq 8 bölünsün 25 bərabərdir MN bölünsün 20-yə. 8 bölünsün 25, 5, 25. İxtisar eləsək, 5-ə ixtisar eləyirəm. 4 burada qalır, 5 də burada qalır. MN bərabərdir. 4-ü 8-ə vururam. Bax, belə çarpaz şəkildə. 32 bölürük 5-ə. O da edir 6,4. Doğru cavab A variantı. Növbəti sual. Prizmanın həcmi 120 kub santimetr. Deməli, həcmi 120-dir. Hündürlüyü isə 8-dir. Prizmanın oturacağın sahəsini istəyir. Prizmanın həcm düsturu, deməli, S oturacaq vur H-dır. Burada oturacağın sahəsini istəyirsə, həcmi hündürlüyə bölməliyəm. Həcm 120-dir, bölürük 8-ə, olur 15. Doğru cavab A variantı. Baxırıq növbəti səhifəyə. Deməli, deyir, eni 40, uzunluğu K olan düzbucağının perimetri. Deməli, eni 40-dır, uzunluğu K. Düzbucağının perimetri 2 vurulsun, en üstəgəl uzunluğu ilə hesablanır. Deməli, 2 vurulsun, 40 üstəgəl K olacaq. Doğru cavab C variantı. Növbəti
növbəti sualda 67. Bu şərtini ödəyən n natural ədədinin sayını tapın. Deməli, bu şərti ödəyən, burada 17-yə kiçik bərabər qoyduğuna görə 17-ni alır, 18-i alır, 19-u alır, 20-ni alır, 21-i alır, 22-ni alır. Neçə dənə oldu? Baxaq, 1, 2, 3, 4, 5, 6. Bu şərti ödəyən deməli 6 dənə ədəd var. Burada deməli diqqət eləməlisiniz ki, 23-ün özünü almır. Yəni 23-ün özünü almır. Çünki 23-yə kiçik bərabər qoyulmayıb. Ancaq 17-yə qoyulubdur. Ona görə də 6 dənə olacaq. Növbəti, sinifdə 24 şagird var. Bu şagirdlərdən 2 növbətini neçə müxtəlif üsulla seçmək olar? Deməli, 2 növbətini, növbəti seçirəmsə, deməli, kombinizondan olacaq. 24 elementdən 2. Çünki növbəti, belə deyək də, 2 nəfərdir. Yer dəyişəndə heç bir mənası dəyişmədiyinə görə bu kombinizondan olur. 24 faktorial bölünsün. 24 çıx 2 faktorial vurulsun 2 faktorial. Deməli, 24 faktorial, bunu aşağıdan yazaq. 24 faktorial bölünsün 22 faktorial vurulsun 2 faktorial. 24'ü 24 vur 23 vurulsun 22 faktorial kimi yazıram. Burada da 22 faktorial vurulsun 2. 22 faktorial ixtisar gedir. 2 ilə 24 ixtisar gedir. 12 qalır. Nəticə deməli 12 vurulsun 23 olur. O da deməli 23'ü 12'ye vursaq 6, 4, 3, 2, 3, 7, 276 olacaq. Doğru cavab C variantı. Baxaq növbəti suala. 40% bu ifadəsinin qiymətinə bərabər olan ədədi tapın. Gəlin bu ifadənin qiymətini tapaq. 4,5'i 10'da 45 kimi yazsam, 1,3'də 3'də 5 kimi yazsam, düzgün olmayan kəsə çevirdim. 3'ü 1'ə vurduq, 3 üstünə 2 gəldim, 5. Üstə gəl 2,5. İxtisarlar eləsək, burada 5'də 1, burada 2. 3 ilə 45'i ixtisar edirəm. 3'ə burada 15, burada 1. Deməli 15'i 2'yə bölürəm. 7,5. Üstünə 2,5 gəlirəm. Eləyir 10. Elədi 10. 40%-i 10 olan ədəd axtarırıq. Bunun üçün onu 100'ə vurub bölürük 40'a. İxtisarlar eləsək, 100'ü də 4'ə böləndə 25. Doğru cavab E variantı. Növbəti sual. Şəkildə verilənlərə görə alfa bucağını tapın. Bax, burada 2 dənə daxilə çəkilmiş bucaq var. Hər ikisi eyni qövsə söykənir. Bax, bu qövs. Bu 40 dərəcədirsə, bu da 80 dərəcədir, kimisli. Və həmin qövsə söykənən digər daxilə çəkilmiş bucaq axtarırıq. Təbii ki, 80'ın yarısı 40 dərəcə olacaq. Doğru cavab B variantı. Eyni qövsə söykənən daxilə çəkilən bucaqlar bir-birinə bərabər olurlar. Sinus 60 dərəcədə deməli alır kök ətli 3 bölü 2 çıxılsın. Kosinus 30 dərəcədə alır kök ətli 3 bölü 2. Cavab eləyir 0. Doğru cavab E variantı. Növbəti sual. İfadəsinin qiymətini tapın. 2'nin üstündə kök ətli 2'ni kök ətli 2'yə vururam. Qüvvətin tapanda eləyir 2. O da eləyir cavab 4. Doğru cavab B variantı. Növbəti 73-cü sual. Bərabərsizliyin ən kiçik tam həlini tapın. Burada mənfi ədədə böldüyümüzə görə bərabərsizliyin işarəsini əksinə dəyişəcək. 8'i mənfi 2'yə böləndə eləyəcək mənfi 4. X deməli mənfi 4'dən böyük ədədlərdir. Ən kiçik həlini soruşur. Elə mənfi 4'ün özü də bura daxil olduğuna görə cavab mənfi 4 D variantı olacaq. Növbəti 74'də konusun doğranı bir konus çəksək. Doğranı 10 kök ətli 3'ə bərabər olub, oturacaq müstəvisi ilə 30 dərəcə bucaq əmələ gətirib, bu olur 30 dərəcə. Konusun oturacağının radiusunu tapın. Buradan hündürlük çəksəm, konusu biraz pis çəkdik, bax belədir də konusumuz. Buradan hündürlük çəksəm, burada düz bucaqlı üç bucaq yaranır. 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısı olur. Deməli, bura olur 5 kök ətli 3, 5 kök ətli 3 və 60 dərəcə bucaq qarşısında duran katet, deməli, bizim radiusumuzdur. Kiçik katetin kökdə 3 olur. Yəni 5 kök ətli 3'ün kökdə 3'ü. 5 kök ətli 3'ü kökdə 3'ə vuranda eləyir 15. Deməli, cavabımız olacaq 15. Konusun radiusunu, oturacağın radiusunu soruşurdu, o da 15'dir. Növbəti sual. Bərabərsizliyinin ən kiçik tam həlini tapın. Burada 2 üstü x, bax bu 2 üstü x plus 3'ü, 2 üstü x vurulsun, 2 üstü 3 kimi yazaram. Çıxılsın, 6 vurulsun, 2 üstü x. Bərabərsizliyin ən kiçik tam həlini. 3'ləri də keçirsək digər tərəfə. Ya da belə deyək hələ ki, burada 3 üstü x vur 3 kimi yazım. Çıxılsın 3 üstü x. Buradan 2 üstü x-i mötərizə xaricdən çıxardıram. Burada 2'nin kubu 8 eləyir. 8 çıx 6. Buradan 3 üstü x-i çıxardıram. 3 çıx 1.
Bu eləyir 2 üstü x vurulsun 8 çıx 6 2 eləyir. 3 üstü x vurulsun 3 çıx 1 2 eləyir. 2'lər ixtisar gedir. 2 üstü x kiçikdir 3 üstü x-dan. X-in hansı qiymətlərində, bərabərçinin ən kiçik tam əlini bizdən soruşur. X-in hansı qiymətlərində bu şərt ödənər? Təbii ki, X-in sıfırdan böyük olduğu qiymətlərdir. Yəni müsbət qiymətlərində. Məsələn, bu 3 yazsam, təbii ki, 27 8-dən böyük olacaq. Yəni mənfi qiymətlər olanda bunlar 1 bölünsün şəklinə düşdüyünə görə qüvvət artdıqca kiçiləcəklər. Amma x sıfırdan böyük olanda bu deməli ödənir və ən kiçik tam həlli 1 olur. Yəni x sıfırdan böyük 1 ən kiçik tam həlli olur. 76. AB 2 rəqəmli ədədləri üçün bu natural ədəd olarsa, deməli, AB 2 rəqəmli ədədlər üçün bu natural ədəd olarsa, belə AB ədədlərinin arasından təsadüfi seçilmiş bir ədədin tək ədəd olması hadisəsinin ehtimalı tapın. 2 rəqəmli ədədlərdir. Kökdə veribdir. Təbii ki, kökdən çıxacaq. Gəlin görək, hansı ədədlər yaza bilərik? Yəni, kökdən çıxan hansı kvadratları yaza bilərəm? 16 kök 4 çıxır, natural ədəd olur. Sonra 25, 5'in kvadratı, sonra 6'ın kvadratı 36, sonra 7'in kvadratı 49, sonra 8'in kvadratı 64, sonra 9'un kvadratı 81 və 10'un kvadratı artıq 100 eləyir. Keçdi 3 rəqəmliyə. Ona görə bizə lazım deyil. Deməli, neçə ədəd var? 1, 2, 3, 4, 5, 6. 6 məxrəcdə, yəni mümkün halların sayı 6-dır. Əlverişli halların sayı nədir? Deyir, AB seçilmiş bir ədədin tək ədəd olması ehtimalı. Hansılar təkdir? 1, 2 və 3. 3 dənə tək ədəd var. Sürətdə 3. İxtisar eləsəm 2-də 1 cavab olur 0,5. Doğru cavab 0,5. 77-də ifadəsinin qiymətini hesablayın. Loqaritma 81'i yazsam 3 üstü 4. 8'də yazıram 3'ün kubu, bölünsün, kəsirlə yazıram. Bunu da yazıram loqaritma 3'ün kvadratı, 32'ni də yazıram 2 üstü 5. İndi bu qüvvətləri qarşıya ataq. Qüvvətləri qarşıya necə atırdıq? 3'ü 4'ə bölüb qarşıya atırdıq. 4'də 3, loqaritma 3 əsasdan 2. Məxrəcdə nə olur? 5'i 2'yə bölüb qarşıya atıram. 2'də 5, loqaritma 3 əsasdan 2. İndi loqaritma 3 əsasdan 2'lər ixtisar gedir. Qalır deməli nə? 4'də 3 bölünsün 2'də 5. Bunu da tərsinə çevirsək 4'də 3 vurulsun 5'də 2. İxtisar edirəm 2. 2'ni 5'ə vuranda 10. 10'da 3 olur bizim doğru cavabımız. Yəni 0,3. Baxaq növbəti suala. 78. Bu deməli x -0,4 olduqda ifadənin qiymətini tapın. Bunu yazıram. 10 vurulsun -0,4'ün kvadratı çıxılsın 5 vurulsun modulda -0,4 plus 3. Deməli, -0,4'ün kvadratı eləyir 0,16. Ona da vuranda eləyir 1,6. Çıxılsın. Burada modulda -0,4'dən müsbət 0,4 çıxır. 5'ə vuranda eləyir 2. Üstünə də 3 gəlirəm. Deməli, sonra 1,6'dan 2 çıxanda -0,4, üstünə də 3 gələndə cavab edəcək 2,6. Belə. Sonra növbəti 79. Aralarındakı məsafə 34 km olan A və B məntəqələrindən velosipedçi və piyada, deməli A məntəqəsi, B məntəqəsi aralarındakı məsafə 34 km-dir. Deməli, burada nə deyir indi? A və B məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. Buradan deyək ki, velosipedçi gəlir, buradan da piyada gəlir. Deyir ki, A-dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km çoxdur. Piyadanın sürəti V olsa, velosipedçinin sürəti V plus 8 olacaq. 8 çox olacaq. Velosipedçi A-dan 24 km məsafədə olan C məntəqəsinə, deməli, bu C məntəqəsinə gəlib çatıb. A-dan C-yə qədər məsafə 24'dür. Piyadadan 0,5 saat, yəni 2'də 1 saat tez çatıbdır. Piyadanın sürətini tapın. Deməli, belə eləyək də. Velosipedçi 24 km gedibdir. Bu 24 km-in sürəti nə qədərdir? V plus 8'dir. Yəni, velosipedçinin bu 24 km məsafəyə sərf elədiyi zaman 24 bölünsün V plus 8'dir. Piyada bəs nə qədər yol gedib? Cəmi 34 məsafədə. Bunun 24'ünü velosipedçi gəlibsə, deməli, 10'unu da deməli, velosipedçi gəlibdir. Onun velosipedçinin sərf elədiyi zaman isə onun V-yə,
nisbətidir. Bu da velosipedçinin 10 kilometri gəldiyi zamandır. Və 0,5 saat tez çatır. Yəni hansı tez çatır? Velosipedçi piyadadan 0,5 saat tez çatır. Deməli, piyadanın gəldiyi zamanı, yəni 10 böl V-ni çıxsan velosipedçinin gəldiyi zamandan cavab olacaq 2-də 1. İndi hesablayıb buradan V-ni tapaq. Ortaq məxrəc V vurulsun V plus 8-dir. V-yə böləndə burada tamamlayıcı vuruq, deməli olacaq V plus 8, burada da V. 10-u vuranda V plus 8-yə 10V plus 80 çıxılsın. Burada da 24V bərabərdir 2-də 1-ə. Hesablasaq 10V-dən bu da qalır 80 çıxılsın. 10V-dən 24V çıxanda 14V. Burada da qalır V kvadratı plus 8V bərabərdir 2-də 1. Tənasüblə hər tərəfi vursaq, eləyəcək 160 çıxılsın 28V bərabərdir V kvadratı plus 8V. Bir tərəfə keçirsəm hamısını 28V işarəsini dəyişib keçir. O 160 işarəsini dəyişib keçir. Hesablasaq V kvadratı plus 36V çıx 160 bərabərdir 0. Diskriminant bərabərdir 36-nın yarısı 18 kvadratı 324 plus 160. O da eləyir 484. Bu da eləyir V1 bərabərdir mənfi 36 plus 484-dən 22 çıxır. Bölünsün 2-yə. Deməli, bir dəqiqə. Burada mən D1-dən getmişəm axı. 36-nın yarısını götürmüşəm. Onda mən bura 18 yazmalıyam. Böl 2-də olmayacaq. Çünki mən D1-dən elədim. Yəni diskriminantla eləmədik. Mənfi 18-in üstünə 22 gələndə eləyəcək 4. Deməli, sürətimiz 4-dür. Yəni piyadanın sürəti 4-dür. İndi bizdən nəyi soruşur? Piyadanın sürətini tapın. Cavab 4. Növbəti sual. Piyadanın sürətini biz V qəbul eləmişdik də. Onun da sürəti olur 4. Növbəti 80-a baxaq. Həlini bunu göstərim tam olaraq. Sonra keçək 80-a. Belə. Buranı silək. 80-cı suala baxaq. 80-da nə deyir? 24 nəfərdən ibarət işçi qrupunda olan qadınların yaşlarının ədədi ortası 21. 24 nəfərdən ibarət olan, bu başqa sualdır. Qadınların yaşlarının ədədi ortası 21, kişilərin yaşlarının ədədi ortası isə 29-dur. Deməli, 24 nəfərdən ibarət işçi qrupudur. Qadınlar, bir də kişilər var. Hərəsindən bilmirəm neçədəndir, amma cəmi 24 nəfər var. Qadınların yaşlarının ədədi ortası 21-dir. Deyək ki, X qadın var. Yaşlarının ədədi ortası 21, kişilərin yaşlarının ədədi ortası isə 29-dur. Qrupda bütün işçilərin yaşlarının ədədi ortası 26-dır. Yaxşı, belə deyək. Deyək ki, X qadın var, onda 24-X da kişi olacaq. Qadınların yaşlarının cəmi, belə qeyd edeyim, onların sayına nisbəti bərabər olur ədədi ortaya, yəni 21-ə. Onda belə çıxır ki, qadınların yaşlarının cəmi 21X-dir. İndi keçdik. Kişilərin yaşlarının cəminin, kişilərin sayına nisbəti bərabərdir kişilərin ədədi ortasına. O da neçədir? 29-a. İndi buradan kişilərin yaşlarının cəmini tapıram ki, 29 vurulsun 24-X-dir. Sonra bütün işçilərin yaşlarının ədədi ortası. Bütün işçilər kişilərin yaşlarının cəmi ilə qadınların yaşlarının cəmini bölürük, deməli, sayına. Neçə nəfər var cəmi? 24 nəfər var. Bərabərdir 26 olacaq. Onda belə çıxır ki, kişilərin yaşlarının cəminin yerinə bunu yazsam, 29 vurulsun 24-X yazsam, qadınların yaşlarının cəminə bunu yazsam, bərabər olar çarpaz vuranda 26 vurulsun 24-ə. İndi hesablayaq. 29 vurulsun 24, çıxılsın 29X plus 21X bərabərdir 26 vurulsun 24-ə. Bir tərəfə keçirsək hamısını, bu da hesablayaq. Mənfi 29X plus 21X mənfi 8X bərabərdir. 26 vurulsun 24, çıxılsın. Bunu da keçirdirəm işarəsini dəyişib bu tərəfə. Buradan 24-ü mörtəzə xaricdə çıxartsam, 26 çıxılsın 29. Mən belə elədim, vurmayayım deyə bir də bunları. Mənfi 8X bərabərdir 24 vurulsun mənfi 3-ə. Mənfilər ixtisar gedir. 8 ilə 24 gedir. Qalır 3. X də bərabərdir 3-3-ə vuranda 9. Deməli, X 9-dur. Bizdən nəyə soruşurdu? Qrupda neçə nəfər kişi var? Biz X-i qadınlar olaraq götürmüşdük. Qadınlar 9 nəfərdirsə, kişilər 29 çıx 9 olacaq 15 nəfər.
Belə göstərək hamısını. Baxaq növbəti suala. Növbəti sualda deyir 81-dən nə veribdir? Bu funksiyanın qrafiki verilibdir. Ax kvadrat plus bx plus c. AC perpendikulyardır BC-yə. CO 5-dir. CO. Aha, bura 5-dir. Bu hissəni bizə veribdir 5. BO bərabərdir BO. Aha. 25 vurulsun AO-ya. Deməli AO bu məsafəyə x desəm, bura 25 vur x olacaq bu məsafə. Sonra parabolanın təpə nöqtəsinin apsisini bizdən istəyir. Parabolanın təpə nöqtəsinin apsisini, yəni buranın bizdən apsisini, bu qiymətini istəyir. Aha. İndi baxaq. Burada bizə düzbucaqlı üçbucaqdan, bax bu bizim düzbucaqlı üçbucağımızdır. Düzbucaq təpəsindən çəkilən hündürlük verilib ki, 5-dir. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən hündürlüyün belə bir düsturu var ki, hündürlüyün kvadratı, yəni CO-nun kvadratı bərabərdir AO vurulsun OB-yə. Yazsaq 5-in kvadratı bərabərdir AO x-dir, vurulsun 25 vur x-a. Buradan 25 bərabərdir 25 x kvadratına. X kvadratı bərabərdir 1-ə, x də olur 1. Deməli x 1-dir. Belə çıxır ki, onda bura 1-dir, burada 25-dir. 25-i 1-ə vuranda 25-dir. Deməli mən bu funksiyanın absis oxunun kəsdiyi nöqtələri tapdım. Absis oxunun kəsdiyi nöqtələri tapdım. Ordinat oxunun kəsdiyi yeri də bilirəm 5-dir. Onda belə yazırdıqda absis oxunun kəsdiyi nöqtələri x çıx x1, x plus x çıx x2. İndi olur belə. A vurulsun x çıx x1'imiz mənfi 1'dir. Mənfi 1'də kəsib plus 1 olur. Burada da x çıx 25 olur. Absis oxunun kəsdiyi nöqtə nədir? 5'də kəsibdir. Absis oxunun kəsdiyi nöqtələrdə y-lər, x-lar sıfıra çevrilir. Deməli, bura 0, 0 qoysam, bu bərabər olmalıdır 5'ə. Buradan A-nı tapıram. A vurulsun mənfi 25 bərabərdir 5'ə. A da bərabərdir mənfi 5 bölünsün 25, ixtisar etsəm 5'də 1'ə. Deməli, A-nın qiyməti mənfi 5'də 1, mənfi 5'də 1, x plus 1, x çıx 25 olacaq. Bu bizim parabolamızın tənliyidir. Təpə nöqtəsinin apsisini istəyir. Buradan bunu vurub açıram, görüm hansı tənlikdir bu. Mənfi 5'də 1, burada olur x kvadratı, vurub açıram, bax belə hissə isə, x kvadratı çıx 25 x plus x çıx 25, hesablasam mənfi 5'də 1, x kvadratı çıx 24 x çıx 25, buradan da vurub açsam, mənfi 5'də 1 x kvadratı, mənfi 5'də 1 24'ə vuranda plus 5'də 24 x, burada da plus 25 ilə 5'də 1 ixtisarlıca 5. İndi bizdən nə istəyir? Təpə nöqtəsinin apsisini, yəni m-i. Təpə nöqtəsinin apsisi mənfi b bölünsün 2a ilə hesablanır. Mənfi b-nin qiyməti 5'də 24, a-nın qiyməti mənfi 5'də 1. Mənfi 2 vurulsun 5'də 1. Hesablasaq. Mənfilər getdi. 5'də 24'ü bölürəm 5'də 2. O da eləyir 5'də 24'ü vururam 2'də 5'ə. O da eləyir. İxtisar eləsək 5'lər gedir. 24 ilə də 12'ni ixtisar, 24'ü də 2'yə bölsəm 12. Doğru cavab 12. Bunu bu yolla da eləmək olar. Əslində uzun getdim. Ən asan yolu. Təpə nöqtəsinin apsisi həmişə tam yarıya düşür. X2'dən x1'i çıxıb 2'yə bölürsünüz. Bundan daha rahatdır. Çıxırsınız mənfi 1'i bölürsünüz 2'yə. Eləyir, deməli, daha doğrusu mənfi 1 yox da 25'dən 25'dir də bu, eləmi? Tam orta nöqtədir. 25'dən çıxırsınız 1'i, bu məsafəni tapırsınız və yarı bölürsünüz. Burada səhv dedik. Cəminin yarısı mənfi 1 plus 25 böl 2. O da eləyir 12. Yəni təpə nöqtəsinin apsisi olur 12. Yəni bu üsulla da yazmaq olardı. Hər iki üsulu göstərmiş olduq. Baxaq növbəti suala.
Sonra 82-ci sual. Alfa və beta uyğun tərəfləri paralel olan müxtəlif adlı, qamma və fi isə uyğun tərəfləri paralel olan eyni adlı bucaqlardır. Biz bilirik ki, uyğun tərəfləri paralel olan müxtəlif adlı bucaqların cəmi 180 olur. Eyni adlı bucaqlar da bir-birinə bərabər olur. Yəni bunları başdan qeyd eləyək. Sonra davamına keçək. Qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% azdır. Deməli, qamma bərabərdir alfanın dərəcə ölçüsündən 20% az. 20% az nə deməkdir? Deməli, alfanın 80%-idir. İxtisar eləsəm 5-də 4 alfa. Sonra fi'nin dərəcə ölçüsü isə betanın dərəcə ölçüsündən 20% çoxdur. Betanın 20% çox, betanın 120%-idir. İxtisar eləsəm 5-də 6 beta. Alfa və betanın hər birinin dərəcə ölçüsünü tapın. Məsələn, fi'ni bilirəm. Deməli, burada nə edək? Betanı tapaq. Bərabərdir. 5-də, deməli, 5 tənasüblə vururam da. Belə. 5-i fi'yə vururam. 5 fi bölünsün 6. Bu betanın qiyməti. Alfa da buradan bərabərdir. Bax, bundan tənasüblə. 5 qamma bölünsün 4-ə. Və mən bilirəm ki, fi elə qammanın özünə bərabərdir. Yəni, bunun yerində elə bir dənə qamma yaza bilərəm. Və mən bilirəm ki, alfa ilə betanın cəmi 180-dir. Onda 4-də 5 qammanın üstünə 6-da 5 qamma gəlirəm. Bərabərdir 180-ə. Ortaq məxrəc 12. 12-ni 4-ə böləndə 3. 12-ni 6-ya böləndə 2. 15-in üstünə bu eləyir 15 qamma. Bu da 10 qamma. 25 qamma bərabərdir 180-ə. Buradan qammanı tapaq. Burada deməli, qamma bərabərdir. Deməli, 86,4 dərəcə. Deməli, qammanı tapdıq ki, 86,4-dür. Onda, deməli, fi də 86,4-dür. Gətirib, bizdən alfa və betanı istəyir. Alfanın və betanın yerində, həmçinin qammanın yerinə 86,4 qoyacaq. Beta bərabər olacaq. 6-da 5 vurulsun, 86,4. 86,4-ü 6-ya böləndə eləyir, deməli, bir dəfə 26-nın içində 4 dəfə, 24-ün içində 4 dəfə vuranda 5-ə, bu eləyir 0, 2 yadda, 2, 72. 72 dərəcə deməli betadır. Alfanı tapmaq üçün burada da yerinə qoya bilərsiniz. Və yaxud da bilirəm axı alfa ilə betanın cəmi 180-dir. 180-dən də 72-ni çıxa bilərəm. Qalacaq deməli 108 dərəcə. Bu da alfanın qiyməti. Aha, qeyd elədik 82-də cavabını. Baxaq indi 83-ə. Deyir ki, ABC üçbucağında C bucağı 90 dərəcədir. Qeyd edək ABC üçbucağımızı A, C, B. C-ni 90 elədik. AD tən bölən, AD-ni çəkim. Tən bölən nə deməkdir? Bucağı yarı bölür. Alfa, alfa. Sonra CD 24 cm. Yox, 2,4 cm. AB 8,5 cm. Olarsa ABD üçbucağının sahəsini bizdən istəyir. ABD. Bax, bu üçbucağın sahəsini bizdən soruşur. Deməli, burada bizim çəkdiyimiz AD nədir? Tən böləndir. Deməli, əgər AD tən böləndirsə, bu zaman bu nədir? Düz bucaqlı üçbucaqdır. Düzdür? ABD-nin sahəsini bizdən istəyir. Tən böləndirsə, bu 90 dərəcə olsun. Bu, deməli, bura alfadırsa, bu da betadır. Deməli, burada nə edə bilərik? Baxıraq ki, tən böləndir. Tən bölənin xassəsi nədir? Deməli, nisbətləri bərabər bölür də. Bura 1x desəm, bura 1x desəm, bura 1y desəm, 8,5-in x-a nisbəti bərabərdir y-in 2,4-ə nisbətinə. Və buradan tapıram ki, x, y deməli 2,4 vurulsun 8,5-ə bərabərdir. Bunun qiymətini yazaq. Deməli, olur 20,4. Bunu x-y hasilini tapdıq. Sonra nə bilirik? Sonra Pifaqor teoreminə görə x plus 2,4-ün kvadratı, yəni katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. Bir də bunu bilirik də. Biraz uzun misala oxşuyur. Amma yazaq, başqa çarə yoxdur.
Bunu müxtəsərə görə açsam, x kvadratı üstə gəl 4,8x üstə gəl 5,76 üstə gəl y-in kvadratı, y-in də yerinə. Burada bax bununla y-in yerinə yaza bilərəmmi? 20,4 böl x yaza bilərəm də. Onda burada yazıram 20,4 böl x-in kvadratı. Yəni x-in kvadratı, burada da 20,4-ün kvadratı bərabərdir 8,5-in kvadratına. Sonra x kvadratı ortaq məxrəcdir. Hər tərəfə vursam, bax bunların da məxrəclərini x kvadratına vururam. Olur belə, x üstü 4 üstə gəl 4,8 x-in kubu. Bu tipdə inanmıram, bu tipdə gedə. Bir dənə bu suala baxaq. Yox, burada x kuba alınırsa, bu sistem tənliyi getməyə mənası yoxdur. Onsuz da alınmayacaq. Keçək başqa yola baxaq. Bu hələ ki qalsın. X, y hasili bizə lazım ola bilər. Neyniyək? Bax, tən bölən uyğun nisbətlərdə bölür də. Bu 2,4 isə bu 2,4 s-dir. Bu x-dirsə bu da deməli bu 2,4 s olaraq gedək də. Burada x s olsun. Deməli, bu üçbucağın sahəsi düzbucaqlı üçbucaqda katetləri hasilinin yarısıdır. Katetin biri 2,4 üstə gəl x-dir. Biri də y-dir. Deməli, budur katetlər hasilinin yarısı. Bərabərdir. İçəridə 2 dənə ayrı-ayrı nisbətlər, 2 dənə ayrı-ayrı sahələr vermişəm axı. Bunların cəmini. Düzdür? Aha, buradan 2-də 1 y, buradan da 2,4 üstə gəl x bərabərdir. Buradan s-in mörtəzə xaricini çıxarsaq, x plus 2,4. X plus 2,4-lər ixtisar getdi. Qaldı ki, 2-də 1 y bərabərdir s-ə. Deməli, y nəyə bərabərdir? 2s-ə. Y-in uzunluğunu bildim ki, y 2s-ə bərabərdir. Y 2s-dirsə, y-in qiyməti 2s-dir. Bizə nə lazımdır? S-i tapmaq. Y 2s-dirsə, gətirib buradan y-in yerinə 2s qoysam, olacaq belə. X bərabərdir 20,4 bölünsün. X-in qiymətini tapıram da 2s. O da eləyəcək 10,2 bölünsün s-ə. X-in qiyməti 10,2 bölünsün s-dir. Və salam da. Burada məndən buranın sahəsini istəyirdi axı. Burada xs yazmışdıq da. Xs. X-i vururam s-ə. X-in qiyməti artıq məlumdur. 10,2 bölünsün s. Vurulsun s. S-lər ixtisar gedir. Cavab qalır 10,2. Doğru cavab 10,2. Demək olar ki, buradakı çətin suallardan elə bu idi bir dənə. Doğru cavab 10,2. Deməli, indi A nöqtəsi və B nöqtəsi veribdir. A nöqtəsinin koordinatları, bu da B nöqtəsinin koordinatları. Deyir, bu nöqtələrini birləşdirən parçanın orta nöqtəsi apsis oxunun mənfi hissəsi üzərindədir. Aha, bax, deyək ki, 2 dənə nöqtə var. Bilmirəm A hardadır, B hardadır. Hələ ki, deyək ki, məsələn, A buradadır, B buradadır. Göstərmək üçün deyirəm. Bunun orta nöqtəsi gəlir apsis oxunun mənfi istiqamət hissəsində düşür. Yəni, bu hissədə x mənfi olur, y 0 olur. Bunu bilməlisən. Orta nöqtənin koordinatı necə tapılır? x1 plus x2 böl 2 bu orta nöqtənin apsisidir. y1 plus y2 böl 2 də orta nöqtənin ordinatıdır. Mənim orta nöqtəmin ordinatı 0-dır. Deməli, mən bunu y-lərini toplasam 0-a bərabər olmalıdır. Toplayaq. Deməli, y1-in yerində k kvadratı durur. Burada isə 32 çıx 12k durur. Toplasam, bölünsün 2-yə 0-a bərabər olmalıdır. Buradan k kvadratı çıx 12k plus 32 bərabərdir 0-a. Buradan diskriminantla, ya diskriminatsız viyyətlə tapaq. K1, K2-ni tapaq. Hasili 32 eləsin, cəmi mənfi 12 eləsin. 4 ilə 8, cəmi daha doğrusu müsbət 12 eləsin. 4 ilə 8. Deməli, K1 4-dür, K2 8-dir. K1, K2, bir qiyməti 4, bir qiymətini 8 tapdım. İndi gəlin x1 plus x2-ni yazaq. x1 plus x2 nədir? K kvadratı çıx 4k
4K üstə gəl. O birisinin K-sı nədir? 12 çıx 4K. Bölünsün 2-yə. Hesablasam K kvadratı çıx 8K plus 12 bölü 12. Mənim burada alacağım cavab mənfi eləməlidir. Çünki mənfi istiqamətdə kəsir axı deyir. İndi K-nın yerinə bir dəfə gətirib 4 qoyuram. Görün mənfi eləyəcək. 4-ün kvartı 16 çıx 32 plus 12 bölü 2. Nə eləyir? 16-dan 32 çıxanda mənfi 16, üstünə 12 gələndə mənfi 4 bölü 2 mənfi 2. Bəli, mənfi elədir. K 4 ola bilər. K 4 deyilə. 8-i bir dənə yoxlayaq. 8-in kvartı 64 çıx 64 plus 12 bölü 2. Burada nə elədi? Müsbət 6. Yəni müsbət istiqamətdə oldu. Deməli bu deyil. Cavab bizdən K-nın hansı qiymətində soruşur? Birləşdirən K-nı tapın. K 4-dür. Məsələn, belə. Doğru cavab K olacaq 4. Baxaq 85 sonuncu suala. Demək olar ki, suallar elə də çətin deyil. Rahat suallar düşmüşdü. Ümid edirəm ki, imtahanda yaxşı yazmısınız, nəticələriniz yaxşı olacaq. 85-ə baxaq. Deyir ki, Euler-Venn diaqramında A və B çoxluqlarının elementlərinin sayı verilmişdir. Aha, bu sayıdır deməli. NA kəsişir B. NA kəsişir B. Nədir kəsişmə? 3x plus 4-dür. Böyükdür. B-nin A-dan fərqli elementlərin sayı. O nə qədərdir? 19 çıx 2x-dan. Gəlin buradan x-i tapaq. X belə 2x belə keçir. 3x plus 2x böyükdür 19 çıx 4-dən. 5x böyükdür 15-dən. X də böyükdür 3-dən. X tapdım ki 3-dən böyük ədəddir. Sonra nə bilirəm? X-in deyir natural qiymətləri üçün A-nın B-dən fərqli elementlərinin, bax bu A-nın B-dən fərqli elementləridir, yəni 2x plus 5, ala biləcəyi ən böyük və ən kiçik qiymətlərin cəmini tapın. Deməli, 2x plus 5-in, deməli, x nədir? 3-dən böyük qiymətlər. Yəni, ən kiçik qiyməti nədir? 4. X-in alacağı ən kiçik qiymət 4-dür. Onda A-nın B-dən fərqli elementləri, 2-nin yerinə 4 qoysam plus 5, neçə eləyir? 8 plus 5, 13. Deməli, A-nın B-dən fərqli elementlərin ala biləcəyi ən kiçik qiymət 13-dür. Mən x-in yerinə 4 qoyanda, gəl bir dənə baxım. Mən x-in yerinə 4 qoyanda, bu oldu, bura oldu 13. Bura 4 qoysam 12 plus 4, 16. Burada olur, deməli, 4 qoysam 12, 7. Mənə bu lazımdır da, yəni ən kiçik qiyməti. İndi ən böyük qiymətinə baxaq. Ən böyük qiyməti, belə deyək, x 3-dən böyük almışıq da, yəni 3-dən böyük istənilən qədər deyək ki, qiymət ala bilər. Amma istənilən qədər ala bilmir. Nəyə görə? Çünki təbii ki, burada element sayından söhbət gedirsə, n natural ədəd olmalıdır da. Onda 19 çıx 2x, 19 çıx 2x müsbət ədədlər olmalıdır da. Yəni heç vaxt mənfi ola bilməz. Müsbət olması üçün burada 2x kiçikdir 19-dan, x kiçik olmalıdır. 19-u 2-yə böləndə 9 tam onda 5-dən. Yəni x heç vaxt 9 tam onda 5-dən böyük qiymət ala bilməz. Yəni kiçik olmalıdır 9 tam onda 5-dən. Və ən böyük deməli neçə ala bilər? 9. Yəni x-in ən kiçik qiyməti 4-dür, ən böyük qiyməti də 9-dur. İndi A-nın B-dən fərqli elementlərinin sayında x-in yerinə bir dəfə də 9 qoyuram. Bu da eləyir 18, üstünə gəl 5, 23. Deməli A ən kiçik 13, A-nın B-dən fərqli elementləri ən kiçik 13, ən böyük də 23 ala bilər. Bizdən də bunun cəmini istəyir. 13 üstə gəl 23, cavab olacaq 36. Doğru cavab. Belə, bugünkü imtahanda düşən riyaziyyat suallarının izahlarını paylaşdım. Bu videomuzda bu qədər. Sağ olun.